2 ardıcıl cüt ədədin ekobunun əbobuna nisbəti 42 olarsa, bu ədədlərdən böyüyünü tapın. Ardıcıl cüt ədədlərdir. Birini n üstəgəl 2 kimi göstərsək, bu ədədlərin ekobu, ardıcıl gələn cüt ədədlərin ekobu bərabərdir onların hasilinin yarısına. Buna nümunə olaraq, məsəl üçün, 6 ilə 8-i götürə bilərik. 6 və 8 ardıcıl gələn ədədlərdir və onların ekobu 24-ə bərabərdir. Yəni 6 vur 8 bölünsün 2. Baxın, yəni ki, bu şəkildə tapa bilərsiniz. Əbob isə 2-yə bərabərdir. Yenə bunu da 6 və 8-in nümunəsində görə bilərsiniz ki, 6 ilə 8-in əbobu 2-yə bərabərdir. Yəni, sadəcə 2-yə bərabərdir. Bir dəqiqə. Deməli, 2. Və ekobun əboba nisbəti, yəni n vurulsun, n üstəgəl 2 bölünsün 2 bölünsün bir də 2-yə. Burada alacaq. Deməli, n vurulsun, n plus 2 bölünsün 4. Yəni 2-də 1-ə vurarıq. 2-nin əvəzi 2-yə bölmək, 2-də 1-ə vurmaqdır. Vurulsun 2-də 1 yazsam, 2-ni vur 2-yə 4 eləyir. Və bu cavab 42 olmalıdırsa, 42-ni 4-ə vuraq, bərabər eləyək. N üstəgəlsin, n plus 2-yə. Deməli, n vurulsun, n üstəgəl 2 bərabərdir 42 vurulsun 4. Bərabərdir 8, 168. 168-i hansı 2 ardıcıl gələn cüt ədədlərin hasili kimi göstərmək olar. Baxaq 168-in vuruqlarına. Vuruqlarını ayırsaq 2-yə bölsək, deməli 84 düşər. 2-yə bölsək 42, 2-yə bölsək 21 və 3-ə bölsək 7, 7-nin də 7-yə 1. Deməli, burada 8 var, 3 var və 7 var. Baxaq, deməli, 2 vur 2, vur 3 götürsək 12-dir. Və 2 ilə də 7-nin birini götürsək, yəni 2 vur 7, bərabərdir 14. Deməli, ardıcıl gələn 2 cüt ədədin hasili kimi göstərmək olar. Biri 12-dir, bu da 14 eləyir və hasil də bizə 168 verir. Yəni, sadə vuruqlarını ayıraraq içindən seçə bilərsiniz. Deməli, n bərabərdir 12, n plus 2 də bərabərdir 14-də. Bizdən istədiyi bu ədədlərdən böyüyünü tapın, böyüyü 14.